Zamanov rəqib gəlir, bir qədər tələsmək lazımdır. Sağ cinahı daşıdılar Hacıyev. Kapı qarşısını ötürmə, penaltı nöqtəsini göstərir referi Rəşad Əhmədov. Penaltı olacaq. 93-cü dəqiqə, 93-53-cü dəqiqə və penaltı. Orada hər kəs yan xət hakimin üzərinə şıqadı. Səbal oyuncuları qərarla çox narazıdır Rəşad Əhmədov indi. Köməkçinin Laysmanın yanındadır. Penaltı ləğv oldu. Nə izləyirik? Nə baş verdi orada?